Vaktimiz yarımçıq qaldı. Mən hal-hazırda istəyirəm ki, Əkbər müəllim bizə qoşulsun telefon zəngi ilə. Əkbər müəllim niyə bugün studiyamızda yoxdur, əziz tamaşaçılarımız? Əkbər müəllim hal-hazırda Gəncədir, Gəncə zonasındadır. Günay, xoş gəlmişsiniz, gəlin əyləşin burada. Əkbər müəllimdən xahiş edirəm, qoşulsun zəng vasitəsilə və nəhayət ki, biz Musanın məsələsi üçün nə etməliyik? Burada çıxış yolu nədir mənim əzizlərim? Musanın bir istəyi var. Musa istəyir ki, Türkiyədə yaşayan anası var, Musa'nın bacısı var. Musa istəyir ki, bu qızlarını artıq böyüyüblər, özü onların qulluğunda dayana bilmir, yəni bir ata olaraq. Musa'nın istəyi budur ki, uşaqları nənəsinə versin, yəni Musa'nın anasına versin. Ana da Türkiyədə, Kayseridə yaşayır mı? Kayseridə yaşayır. Yəni, Nurayna xanım tapılmalıdır. Nurayna xanım üzə çıxmır. O qızlar üçün izin verməlidir ki, atası onu nənənin yanına aparsın. Bizim çəkiliş qrupumuz deməli, çəkiliş məkanına getdi. Musa'nın qaynanası və qaynatası, deməli, Rüstəm kişi və Mələk xanım. Bilmirəm, indi deyəcəyim nə dərəcədə doğrudur. Hətta bizim kameramız. Xanım, biz sujetimizi izləyək, yoxsa Günay xanım danışsın? Gəlin sujetimizi izləyək, Günay xanımı tanıyaq. Bu insan uşaqlarına pul göndərmir. İki uşaqla qalmışam kirayədə, özüm də xəstəyəm. Neçə müddətdir orada burada yaşayır? 3-4 ay müddətdir artıq olsadır. 3-4 ay. Əlaqəniz var? Yoxdur. Hiçbir əlaqəniz yoxdur? Yoxdur. Hardan bilirsiniz o Kıbrısda yaşayır? Ən axırıncı dəfə Kıbrısa gedəndə, yəni bilirdim ki, mənə demişdi ki, Kıbrısa gedirəm. Nəyinin dolanırsınız belə? Kim baxır sizə? Rəfiqələrimə yəni yardım edirlər onların sayəsində. Onlar kiradır, bəli, öz evimiz yoxdur. Özümdə hepatit C xəstəsiyəm. Anadan olanda buradaydı ya? Yox. Hiç üzün görmüyor. Xeyr, yox. Bilirdi də yəni övladı dünyaya. Bəli, bilirdi. Amma ki, sahib çıxmadı. İstəmirlər qızı. Bir qızı istəmir. Siz kimsiniz? Anasıyam. Onları mən baxıram, amma bizə yardım edirlər də, mən işləmirəm, eləmirəm. Xəstəyəm üzümdə. Siz de burada kirada kalırsınız. Bəli. Özü sonra hiçbir ev. Evim var idi, bunu xəsərlə görə satdım. Qaldım müalicəsi yaptım, satdım. Biz çıxış yolu proqramı olaraq hər zaman vətəndaşlarımızın yanındayıq və çıxış yolu göstərməyə belə deyək, missiyamız var və onu icra etməyə hazırıq. Biz uşağın doğum haqqında almışıq, birinci mərhələ. İkinci də ki, bu yatan körpə uşaqdır, bunun da doğum haqqında var. Sağda qaldı, məhkəməyə müraciət edir, sənədlərə əsasən boşanma yox, boşanma qüvvədə qalacaq. Sadəcə aliment tələb edəcəyik. Aliment məhkəmə icrasına qəbul olduğu gündən bir ay müddətinə baxılır. İnşallah aliment alaraq məhkəmə qətnaməsinin icrasını Türkiyə və onun elçiliyinə göndərə bilərik. Ədliyyə Nazirliyi vasitəsilə. Orada saxladığı qadın var. Siz hardan bilirsiniz? Çünki şəkillərini mənə göndərib, deyir ki, mən burada evlənmişəm, kəbinlər. Alo. Efendim? Salam aleyküm. Sizin iki uşağınız vardı Azərbaycanda. Nəyə görə onlarla maraqlanmırsınız? Bilirsiniz onlar nə vəziyyətdədir? Acmıdırlar, susuzmudurlar. Sizin yoldaşınız çox acınacaqlı vəziyyətdə yaşayır və hal-hazırda xəstədir. Ben evlatlarıma her ay en az 250-250 manat arası çok sattırırım. Bankaya gönderdim, kendim araştırdım. Akşama bu numaranın WhatsApp'ı varsa ben WhatsApp'tan en son numarayı bulup şekilde yollayayım size. Aha, göndərin, gözləyirik. İndi mən Günay xanımı qoyuram maşına, gedirik çıxartmağa. Hansı banka yaxınlaşır? Hara göndərmisiniz? Ben şu an maddiyat göndermem. Ben bu ay maddiyat göndermedim. Benden boşanmak istedi. Ben 400 yarım ayları kaldım. Boşandıram. Ondan da vekalet istedim. Dedim ki gönder vekaletini boşanalım. Bana mahkemeden karar verilmişse ben iki uşağımı, iki babamı ben herhalde onun bunu çatırayım. Nasıl Nurana Hanım, ben şoktayım. Çok size yani biz aile, artık ben de yavaş yavaş bu ailenin üzvü olmaya başladım. Size dünyalar kadar hürmetim var. Sizin ekibe, komandaya,
İnanırsınız mən bu dəqiqə əsəbimdən, mən emosional insan olduğumu bilirsiniz. İnanırsınız əsəbdən partlayıram hər an sözlərimi deməyə, amma boğub saxlamışam içəridə. Çox xahiş edirəm. Belə mövzular olanda məni çağırın, çox xahiş edirəm. Mən dövüb partlayıb söz demək istəyirəm. Hər an deyirəm ki, hər an danışıb deyərəm və özümüzü biabır eləyərəm. Özümüzü biabır eləyərəm, ona görə susub danışıram, boğuram. Ümumiyyətlə Nurani xanım, bir söz, bizim doğrudan çox qəribə Azərbaycanda hələ bir dəbə düşüb, özümüz qalmışıq bir yana, hələ başqa millətə, başqa bir ölkəyə hələ bir getmək istəyirəm. Bəli, mesajdır. Nə bilim vallahi, mən məhətər qalıram. Mən başa düşmədim. O ərəblə nəyə görə evlənmişdiniz? Fikirləşirdiniz var, dövləti çoxdur, sizin üçün belə bir gözəl bir şərait Cümeyrədə imarət qoyacaq. Ayaqlarınızı Bəlkə onu fikirləşmişsiniz. içində qoyacaq. Öz səhvim olub. Yox, cavanlıq səhvin, bəs ananız, atanız, valideynləriniz. Evdən Bizdə son vaxtlar dəbə düşüb, Bilirsiniz, mən Nurani xanım bir söz işlənəcəm, amma qoy məndən tamaşaçılardan dönə-dönə üzr istəyirəm. Bax elə buradakı tamaşaçılardan da üzr istəyirəm. Ağsaqqallardan üzr istəyirəm. Bizim gənclərin arasında qəribə bir hal yaranır baxır-baxda. Hər kəs əcnəbi ilə evlənmək istəyir. Hər kəs bizim özümüzün oğlanlarımıza nə gəlir ki, qeyrətli oğlanlarımıza. Ola bilər oğlanlarımız kasıb ola bilər evi olmasın, ola Hər bilər... millətdə var, kasıbı da var, varlısı da var. Dövlətdə, böyük kənardan gələnin hamısı belə var, dövlətidir, başımızdan nəsə tükəcək üstdən aşağı. Nə olar ki, bizim kişilərin qüruru var, qeyrəti var. Yəni özümüzün cavanlarımız var, verin əl-ələ, evlənin, ailənizin, cavanlarınızın qədrini Valla kasıbçılığına ev qurun, ev düzəltin. Hər kəs bizim də həyatımızda olur. Bizim də həyatımızda olur. Böyük bəla bilsiz nətərdir? Keçən dəfə biz bölümümüzü toxunduq. İndiki müasir gənclər ki var, cavanlar, istər qızlar, oğlanlar, düzdür, hamısı da şamil eləmək olmur. O Avropalaşma, o qədər Avropalaşmanın beyinlərinə həkk eləyiblər ki, o dərəcədə. Və biz necə bir növ desək, hər şeyi tam belə düzdür, deyirəm, Avropadan yaxşı şeylər götürmək lazımdır. Mən Avropanın demək olar dünyanın yarısını gəzmişəm. Avropadan gözəl şeyləri götürmək lazımdır. Avropadan iyrəncliyi, Avropadan bizim adət-ənənəmizə, əmin tədbirimizə uyğun olmayan şeyləri götürməməliyik. Biz Avropadan gözəl şeyləri Bizə xələl gətirən Gəlin, Bizim də gənclərimizdə var. Bax, uşağını atıb gedib bizim də qızlarımızda. Mənim əzizlərim, mən çox xahiş edirəm. Günay qızımızın səhhətində də problem var. Günayın xəstəliyi də var. Yəni Günayın çox üstünə getməyək, ən azından Günay hal-hazırda 2 körpə balası. Bax bu dəqiqə əziz tamaşaçılarımız studiyada qarşı tərəfdə divanda yatırdı. 3 yaşı var Günay. 3 yaşı var. Bu dəqiqə bax o uşaq orada divanda yatıb, üstündə də gödəkçə var. O uşağın indi hansısa bir televiziyanın studiyasında divanda üstündə gödəkçə yatan vaxtıdır. Onun nə günahı var o uşağın? Biz indi onu çəkib göstərib. Onun günahı var mı orada yatıb, hə? Onun günahı nədir? Biz bu uşağı görüb ürəyimiz ağrıyır. Ümumiyyətlə bir şey var, indi burada danışırıq, biz illa kimi deyilik ya bir tərəfdə, o fərqi yoxdur, ürək sevgi elə bir şeydir ki, insan deyir, fərqi yoxdur, istər Türkiyəyə baxsaq elə, biz özümüz də Türk evladıyıq. Ya düzdür, İngilisə də gedə bilərsən, fərqi yoxdur, İngilis gəlib Azərbaycanlı İnsan olsun, İnsan olsun, amma yox, seçim eləyəndə, insan birinci seçim eləyəndə düzgün qərar verib, seçim eləməlidir ki, sonra peşman olmasın. Ceyhan bəy səhv edib, indi səhv edib. Olub səhv indi. Səhv edib. Amma bizim redaktorumuz mənə deyir ki, sizə nə göstərəcəksiniz? Şəkillər göstərəcəksiniz. Kimi şəkillər göstərəcəksiniz? Deyir ki, şəkillər göstərəcəyik sizə. Mənim də xəbərim yoxdur. Saksınız var idi onun. O indi Göstərin görək şəkillər şəkilləri. aldınız mı? Bankda. Çıxarma. Boşanmamışsınız? Yox, boşanmamışım. Aha, bunlar kimdir? Kimdir bunlar Günay? Kimdir bu? Bu qadınla kəbiyi kəsb o. Budur sənin həyat yoldaşın. Bəli. Uşaqların atası. Bəli. Adı, soyadı nədir? Şəkillər bir də verin görək. Poyraz Bir də Kaymaz. verin. Poyraz Kaymaz. Poyraz. Ərəbdir. Arap Alevi. Nədir? Arap Alevidir özü. Arap Ələvi. Budur. Budur. Yox, şəkili saxlayın orada. O Şəkili qadın da saxlayın onu görək. indi onu. Aha, bu Ərəb. Ben bir Yox, Kıbrısda. İkisi də Kıbrısdadır. sadece olarak bu kanun üstüne getmirəm, ama ben bir kəlmə söz deyim öz yaşımıza göre. Allah'a and Ərəbdir, olsun. Ərəb. Arap Alevidir.
Görünmədi. Bu xanım da işçisi. Bəli, var, saksın var. Allaha and olsun, yer üzündə Azərbaycanlı qadını qədər, Azərbaycanlı kişisi qədər ailə canlı, ev quran ikinci bir millət tanımıram mən. Sadəcə olaraq bu xanımın talihi bu Ona görə cür. gəlirlər Azərbaycan. Sadəcə olaraq indi belə bir Çünki namus hər qeyrət bizdə həmişə 7-9 arasında olur belə bir hadisələr. Ancaq bunu günahlandırmaq yox. Ola bilsin ki, o qadının da onun talihine xəbəri yoxdur ki, o oğlan Günay, uşağı sən var, bilən o körpəsi var. xanımın xəbəri var ki, onun 2 uşağı Bəli, var. var. Bəli. Xanımla danışmısan sən? Xeyr, danışmamışam. Amma ki, bilir ki, 2 uşağı var. 2 uşağı atası. Özü ilə danışırsan. Xeyr, danışmamışam. O qadının da 2 övladı var. Günay, neçə yaşın var? 28. 28 28. Hadi ben sana bacım bir söz diyeyim de. Sen nəsə bir ümid gözləyirsən, o qayıda bilərmi? Biz yox, biz heç bilə bilmərik. Ne kadar Qayıtmaz. araştırsaq da bilə bilmərik sənin qədər. Onun qayıtma ehtimalı varmı yanında? Xeyr, qayıtmaz. Uşaqlarımın yanına qayıtma ehtimalı varmı? Yox. Uşaqlarımı istəyirmi? Bilmirəm onu. İndi mən elə bilirdim ki, İstəsəydi o hərəkət eləməzdi. Bacım bax indi, əgər sənin özün artıq qərar bilərsən, bax bayaqlar o sual verirdik də, bilirsənmi qayıdacaq? Mən bu söhbət səndən gedir. Bacım sən artıq bilirsən ki, bu çıxış yoluna gəlmisən. Biz indi əlimizdən gələni yardımı bacardığımız eləyə bilərik, əgər gəlmisənsə çıxış yoluna istəyə. Amma bunu sən daha doğru bilirsən ki, artıq onun geriyə dönmə ehtimalı yoxdur qətiyyən. Düzdürmü? Artıq sən də uşaq deyilsən, 28 yaşın var. Mən sənə arzulayıram və məsləhət verərəm ki, qardaş kimi. Öz canının qayıdına qal, sağlamlığı qoru və güclü ol, balalarını saxla, böyüt. Artıq seçimdə həyatdır, başıma gəlib bu, gəlib. Sənə güc arzulayıram və güclü olmasan, çünki uşaq da deyilsən artıq. Yaşın artıq o yaş deyil. Güc. Anan var yanında. Bəli, anam sahib çıxıb mənə uşaqlarım. Allah razı olsun, həmişə analar Allah olsun, kömək sahib olsun. çıxın. Anan sahib çıxın, sən Nuranənin bundan güclü anasından fərqli olmalısın. olaraq. Nuranənin anasından Zəif fərqli olma. olaraq. Mələk xanım eşidir Zəif ki, olma. Zəif olsun, həyat insanı xanımın yıxır. Əsəcək. anası sahib çıxıb nəvələrinə. Sən bundan sonra güclü olmalısan, bağlarını böyütməlisən. Güc və güc başqa hiçbir şey yok, çünki uşaq deyilsin artıq. Sən Azərbaycan qadınını tərənnüm eləyirsən. Sən Bəli. güclü və mərdli ol. Nurana xanım, mən üzr istəyirəm. Mən üzümü tutub bütün Azərbaycan xanımlarına, eləcə də qızlarımıza, hamısına üzümü tutub yalvarıram və qarşılarında dik köyü baş əyirəm. Ona görə ki, seçim eləyəndə düzgün seçim eləsinlər. Yer üzündə bizim Azərbaycanlı kişiləri kimi, oğlanları kimi və qızları kimi, qadınları kimi heç kim ola bilməz. Siz artıq seçim eləyəndə baxın, laf kör olsun, şikəstli olsun, amma öz millətin olsun. O Ərəbistandan gəlib, əgər o təri adam sənə öz torpağında, qoğulun əqrəbəsində o qədər qız var ki, qalıb onunla evlənərdi. Oradan bura basa-basa gəlibsə, demək, nəsə sui-istifadə eləmək deyək ki, bu xanım indi xəstələnib öz səhvini uzbatına gəlib bu dərəcə. Sən səbir arzu edirəm. Çox sağ olsun, sən Bir məsələ var. amma Ağsaqqal. Azərbaycan qızları. Ağsaqqal, bir məsələ var ki, o istənilən ölkənin vətəndaşı ola bilər. Amma Yoxdur, yox. O hörmətlə yanaşılır Ağsaqqal. iki övladına Fərqi yoxdur aliment Ağsaqqal. pulunu O qədər Azərbaycanlı evladı gelib xaricdən qızlar alıb, ailə qurub ki. Azmı, siz deyin bir Ağsaqqal ki, məsləhət görün, artıq olan olub iş bitik artıq. Ona güc arzulamaq, artıq geriyə qalırsa, əsas olur ki, hər yerin yaxşısı da var, pisi də var. öz aliment pulunu ödəməlidir və bu işdə də bizim Əkbər müəllim, hüquqşünasımız Ancaq. Əkbər müəllim məşğuldur. Və hal-hazırda bizim bir sujeti izləyək, sonra Ruhiyyə xanım və bu yaxınlarda, yaxın günlərdə biz Ruhiyyə xanımla əlaqə saxladıq. Bizə məlumat gəldi ki, bir xanım var, tənha yaşayır, tək yaşayır.